Hər vaxtınız xeyir olsun. Silsilə test izahlı dərslərimizi davam etdiririk. Mən Ceyhun Həsənov. Bugün növbəti sınavımızı sizə izah etməyə çalışacağım. 10-cu sınavdır bu artıq. Suallara baxaq. İlk sualda nə deyir? Göstərilənlər aiddir. İngiltərə, Fransa və İtaliya iştirak etmişdi. Avstriyanın ərazi bütövlüyü təminat altına alınmışdı. Söhbət təbii ki, Streza konferansından gedir. Deməli, burada vəziyyət necədir? Adolf Hitler 1934-cü ildə ilk dəfə Avstriyanın baş nazirinə sui-qəsd təşkil etməklə Avstriyanı özünə anşlüs etmək istirdi. Bəhanəsi isə mən Avstriyada doğulmuşam deyirdi. Lakin onun gələcək dostu olacaq İtaliyanın rəhbəri Mussolini bunun qarşısını almaq üçün İngiltərə və Fransa ilə bərabər addım atmağa başladı və elə İtaliyanın ərazisində yerləşən Streza adlı yerdə bunun qarşısını aldı. Avstriyanın ərazi bütövlüyünü təminat altından almışdı. Sonradan bilirsiniz ki, Mussolini Hitlerin qarşısını alınmadığına görüb o da 1935-36-cı ildə Həbəşistan və yaxud Efiopiyaya hücum etdikdə artıq onun keçmiş müttəfiqləri İngiltərə və Fransa bu işğalı pisləyəndə İtaliya bundan sonra Almaniya ilə yaxınlaşdı, Adolf Hitlerlə yaxınlaşmışdı. Cavabımız B variantıdır, Streza konferansı. Locarno konferansı haqqında qısaca olaraq nə deyə bilərik? 1925-də keçirilmişdi, ancaq Avropa ölkələridir, ehtiyatlı olun, Amerika yoxdur burada. Polad paktı 1939-cu ildə Almaniya və İtaliya arasında, Münhen sözləşmə 1938-ci ildə 4 dövlət burada Almaniyanın Çexoslovakiyanın südət vilayətini tutmasına dair olan konferansda iştirak etmişdi. Söhbət Almaniya, onu alqışlayan İtaliya və qıraqdan baxmaqla kifayətlənən Fransız Daladier və İngiltərədə Neville Chamberlain hökuməti. Atlantika xəritəsi isə ABŞ və İngiltərə arasında 1941-ci ilin avqustunda imzalanmışdı. İkinci suala baxaq. Hadisələrin doğru səbəb-nəticə əlaqələrini müəyyənləşdirin. Doğru. Millətlər Cəmiyyətinin yaradılması Amerika Birləşmiş Ştatlarının yeni müstəmləkə ələ keçirməsi. Bu ümumiyyətlə yanlışdır, çünki Amerika Millətlər Cəmiyyətinin qərarlarını tanımayıbdır. Bir yanlışdır. Geniya konferansının çağırılması Sovet Rusiyası və Almaniyanın iqtisadi blokadadan çıxmaq yolunda ilk addım atması. Bu düzgün cavabdır. Geniya konferansında məqsəd vaxtilə Sovet Rusiyasına və Almaniya verilən borcların alınmasıdır. Almaniya qısa konkret burada borcları vermək istədiyini, sadəcə imkanın olmadığını, Sovet Rusiyası isə vermək gücündə olub, sadəcə vermək istəmədiyini dilə gətirdi bir növ. Çünki Sovet Rusiyası keçmiş çardan qalan borcları öz borcları hesab etmirdi. Yeri gəlmişkən Sovet Rusiyası ifadəsini ehtiyatlı olaq 1917-ci ilin oktyabrından sonra işlədə bilərik. Bu konferansın gedişində adı çəkilən iki dövlət, Sovet Rusiyası və Almaniya öz aralarında Rapolla müqaviləsini imzaladılar və həmin bu konferansın gedişində imzalanmış Rapolla müqaviləsinə görə hər iki dövlət iqtisadi blokadadan çıxmaq yolunda ilk addım atdılar. Bir də ehtiyatlı olaq, Sovet Rusiyası Geniya konferansında SSR-nin iştirakını deyə bilərikmi? Xeyr, çünki SSR-nin tamam Geniya konferansı 1923-də keçirilib, amma SSR-nin məhz 1922-nin 30 dekabrında yaranması göstərir ki, burada bu dövlətin adı RSFSR idi. Yəni hələ SSR yaranmamışdı, çünki 30 dekabrdan sonra ilin bitməsinə bir gün qalır və bir günə də konferans olmaz. Ney müqaviləsinin imzalanması Bolqarıstanın bir sıra ərazilərində qonşu dövlətləri göstərik etməsi bu düzdür. Bundan başqa Ney müqaviləsinə görə Bolqarıstan Egey dənizə çıxması qadağan olunmuşdu. Ümumiyyətlə Versal sistemində orada bilirik ki, xəmsə beşlik bağlanır. Almaniya ilə Versal müqaviləsi imzalanır. Avstriya Macarıstanla Saint-Germain müqaviləsi bağlanır. Macarıstanın özündən Trianon, Osmanlı ilə Sevr, Bolqarıstanla isə Ney müqaviləsi bağlanır. Və sanki qalib gəlmiş dövlətlər daha doğrusu bu dövlətlərin arasında belə deyim, qarşıdurma yaratmaq üçün birinin ərazisini digərinə və yaxud qalib dövlətlərə göstərik edirdilər ki, bu da Millətlər Cəmiyyətinin belə deyim, gələcək nüfuzunun sarsılmasına və Versal sisteminin ziddiyyətli məsələləri həll edə bilməsinə gətirib çıxartdı. Bryan-Kellogg paktının bağlanması bu 1928-ci ildir. Almaniya isə Millətlər Cəmiyyətindən çıxması 1933-dür.
Burada da bir uyğunsuzluq var. Deməli cavabımız 2-3-dür. Y variantı. Davam edək. Üçüncü sual. Calvin Coolidge və Franklin Roosevelt hakimiyyət ilənə baxaq. Calvin Coolidge, biz bilirik ki, Calvin Coolidge-dən qabaq hakimiyyətdə olmuş Warren Harding əslində 24-ə qədər hakimiyyətdə olmalıdır. Sadəcə Warren Hardingin qəfil vəfat etməsi Calvin Coolidge-in onun yerdə qalan bir ili 23-24 və eyni zamanda Calvin Coolidge növbəti və prezident seçildisə, Calvin Coolidge-in hakimiyyətləri 1923-28-də oldu və yaxud 29-un yanvarına qədər oldu. Ümumiyyətlə bu məsələyə aydınlıq gətirmək istəyirəm. Amerikada həmişə prezident cüt ildə seçilir. Məsələn, 2024-cü ilin seçkilərində biz bilirik ki, Donald Trump qalib gəldi, amma öz işinə Amerika konstitusiyasına görə hər bir seçilən prezident öz işinə növbəti ilin 20 yanvarında başlayacaq. Ona görə də məsələn Donald Trumpın ikinci hakimiyyət dövrünü bəzi kitablar 2024-2028 yazacaq. Bəzən isə biz burada 2025-2029-u görəcəyik. Təbii ki, ikinci yazdığım daha belə deyim düzgündür. Çünki fəaliyyət dövrü yanvarın 20-sindən başlayır. Məsələn, Donald Trump 2028 seçkilərində təbii ki, seçilməyəcək. Çünki artıq 2 dəfə seçilmiş sayılır. Yeni seçiləcək prezident 2028-də artıq o öz kürsüsünə 2029-un yanvarında əyləşəcək. Franklin Roosevelt'in hakimiyyət illəri isə 1932-1945-dir. 4 dəfə seçilmiş yeganə Amerika prezidentidir. Bu da müharibə şəraitinə əlaqədar oldu ki, seçildi. Amma müharibədən sonra Amerika konstitusiyasına edilən dəyişiklikdən sanki hiss olunur ki, bundan sonra nə olursa olsun bir Amerika prezidenti maksimum 2 dəfə seçilə bilər. İstehsal üzərində dövlətin nəzarətinin ləğv edilməsi bu Calvin Coolidge-ə gedəcək. Ümumiyyətlə Woodrow Wilsondan sonra gələn respublikaçı prezidentlər istər Warren Harding, istər Calvin Coolidge, istərsə də ondan sonra gələn Herbert Hoover'in dövründə bir növ dövlət iqtisadiyyat üzərindən öz nəzarətini çəkdi. Təbii ki, bu yaxşı bir amil deyildi. İqtisadiyyat sanki uşağa bənzər. Valideynlə uşağı sıxışdırmamalıdır, nə də diqqəti çəkməməlidir, nəzarəti çəkməməlidir. Franklin Roosevelt isə təbii ki, Herbert Hoover'in dövründən başlayan böhranın qarşılanmaq üçün isə əksini yeridəcək. Valideyn nəzarətini artıracaq, bir növ dövlətin nəzarətini artıracaq. İqtisadi inkişaf etdirilməsi hər ikisi bu və ya digər şəkildə iqtisadi inkişaf etdirir. Franklin Roosevelt dövlətin nəzarətini artıraraq Amerikanı böhrandan çıxardacaq, 1929-33-cü illərdə olan böhrandan çıxardacaq. Calvin Coolidge-in dövrü də Amerikada haykıran illər, vəhşi illər, inkişaf illəri, prosperity, inkişaf, tərəqqi etmək deməkdir. O da iqtisadi inkişaf etdirəcək. Bitərəflik haqqında qərarın qəbul olunması 1935-də təbii ki, bu Franklin Roosevelt-ə gedəcək. Bu qərarın çatışmayan cəhəti odur ki, Amerika nə təcavüz edənə, nə də təcavüzə məruz qalan dövlətə kömək etməyəcək. Maraq üçün deyim, elə Franklin Roosevelt'in özünün dövründə Amerika 1941-ci ildə qəbul etdiyi, 41 martında qəbul etdiyi Lend-Liz haqqında qərarla 35-ci də qəbul etdiyi bitərəflik haqqında qanun üzərindən xətt çəkir və orada Amerika deyir ki, mənə lazım olan dövlətlərə kömək edəcəm. Lend-Liz haqqında qərar 2-ci Dünya müharibəsində Amerikanın dostları Böyük Britaniya və sonradan onun dostuna çevrilmiş SSR-yə, maraq üçün deyim, müasir dövrdə isə Lend-Liz haqqında qərar Amerika prezidenti John Biden'ın dövründə Ukraynaya şamil edilib. Ukrayna-Rusiya müharibəsi zamanı. Davam edək. Böyük dəyənək siyasəti. Təbii ki, böyük dəyənək siyasətini biz 20-ci əsrin əvvəllərində Amerika prezidenti Theodore Roosevelt'dən görürük. Ehtiyatlı olaq. Ona görə D variantı heç birisində iştirak etməyəcək. Sosial təminat haqqında qanun da Franklin Roosevelt'a aid olacaq. Ümumiyyətlə, Franklin Roosevelt Amerikanı böhrandan çıxartmaq üçün yeni xətt qəbul etmişdi və yeni xətt proqramının müxtəlif tədbirləri var idi. İstər sənayeni inkişaf etdirmək üçün, istər kənd təsərrüfatını inkişaf etdirmək üçün, istərsə isə sosial məsələləri həll etmək üçün. Deməli, 1A, 2SY, 3B. Bəs elə bir cavabımız varmı? Var. Cavab B variantı olacaq. Davam edək. Xəritədə rəqəmlərlə qeyd edilmiş dövlətlərin ümumi cəhətlərinin verildiyi bəndi müəyyənləşdirin. Variantlara keçməmişdən qabaq dövlətləri qeyd edək. Təbii ki, 1-in İngiltərə olduğunu, 3-ün Fransa, 4 Almaniya, 2 İtaliya, 5-in isə Rusiya olduğunu qeyd edək. Birinci sırada bizə nə deyir? Faşistlərə yardım etmək üçün İspaniyaya müdaxilə etməsi 2 ilə 4 tamamilə düzgün cavabdır. Doğrudan da 1936-39-cu illərdə İspaniyada vətəndaş müharibəsi getdi.
Təbii ki, kimlərin arasında? Respublikaçılarla faşistlər arasında. Respublikaçılar hakimiyyətdə idi, faşistlər isə hakimiyyətə gəlmək istəyirdi. Bu zaman respublikaçılara Rusiya, yəni o dövrün dilindən desək SSR, faşistlərə isə Almaniya və İtaliya kömək edirdi. Birinci sıramız düzdür. İkinci sıra. 1, 4, 5 dünyanın bölüşülməsi məqsədilə Üçlər Paktının yaradılması. Ümumiyyətlə, Üçlər Paktının 2 dövləti buradadır. Tamam. 2, 4. Amma Yaponiya burada yoxdur. Ona görə də ikinci cavabımız səhvdir. 1, 3, 20-ci əsrin 20-ci illərində Sovet okean mülklərinin birgə qorunması haqqında konferansda iştirak ediblər. Tamamilə doğrudur. Nəzərə alsaq ki, 1921-1922-ci illərdə Amerikanın ev sahibliyi etdiyi Vaşinqton konfransı keçirilib. Orada Avropadan 2 dövlət, belə deyim, təmsil olunurdu. İngiltərə və Fransa. 1 və 3. Bu düzgün cavabdır. 2 ilə 5 30-cu illərində sakitləşmə siyasəti yetirdi. Bu isə yanlış olacaq. Niyə? Təbii ki, söhbət kimi sakitləşdirməkdən gedir? Almaniyanı. Adolf Hitler 1938-ci ildə Çexoslovakiyanın Sudet vilayətini birləşdirmək istəyəndə belə bəhanə edilir ki, mən bütün Çexoslovakiyanı istəmirəm. Onun yalnız almanlar yaşayan Sudet vilayətini istəyirəm. O dövrdə İngiltərə və Fransaya da elə gəlirdi ki, Almaniya Sudeti götürməklə sakitləşəcək. Digər bir tərəfdən İngiltərə və Fransa Amerikaya boylandıqca Amerika sanki onlara hər şeyin nəzarətində olduğunu, iki mikrobun, yəni Alman faşizminin və SSR bolşeviki üzbəüz qoyub, belə deyim, gələcəkdə bu savaşa baxıb zövq alacaqdılar. Nəzərə alsaq ki, doğrudan da Almaniyanın tutduğu ərazilər, Çexoslovakiya və digərləri onu 5-ə doğru, yəni SSR-ə doğru yaxınlaşdırırdı. Bu məntiqli görünürdü. Çünki İngiltərə, Fransa, Amerika fikirləşirdi ki, iki mikrob vuruşar və biz də qıraqdan durub sadəcə silahımızı satmaqla məşğul olarıq. Yəni, sakitləşmə siyasətinin yeridən İngiltərə və Fransadır. Əksinə, İtaliya 2, Almaniya sakitləşdirməyə ehtiyac yoxdur. Onsuz da Almaniya ilə İtaliya qardaşdılar. Bir tərəfdə Adolf Hitler, digər tərəfdə isə onun qardaşlığı, belə desək, Mussolini. 5 SSR isə ümumiyyətlə Almaniyanı sakitləşdirmək yox, dəfələrlə İngiltərə, Fransa və bəzi Avropa dövlətlərinə təklif etdi ki, bəs biz Avropa üçün ümumi kollektivsizlik bir təşkilat yaradaq ki, Almaniyanın qarşısına ümumi kollektiv bir təşkilat. 2-5 variantlarımız da səhvdir. Deməli, bizim burada cavabımız 1-3-C variantı olacaq. Davam edək. 5-ci suala baxaq. Fransada 5-ci Respublika dövrünə aiddir. 5-ci Respublika 1958-dən bu günümüzə qədər olan dövrdür. 2025-ə qədər olan dövrdür. Hal-hazırda 5-ci Respublika davam etməkdədir. Əlcəzairdə müstəmləkəçilik əleyhinə üsyanın başlanması. Aha. 5-ci Respublikadan qabaq mövcud olan Respublika isə 4-cü Respublikadır. 1946-1958. Əlcəzairə gələcəkdə müstəqillik verən tamam 5-ci Respublikadır. Amma Əlcəzairdə qiyam 1958-də başlamışdı. Elə bu qiyam da səbəb oldu ki, Fransada 4-cü Respublika süquta uğradı və 5-ci Respublika yarandı. Qısaca, Əlcəzairdə müstəmləkə əleyhinə üsyanın başlanması 4-cü Respublika dövrünə düşür. Bir məsələni diqqətinizə çatdırım. İndi ola bilər ki, buna aid sualımız olar ya olmaz. İndiyə qədər Dövlət İmtahan Mərkəzinə demək olar ki, buna aid sual düşməyibdir. 5-ci Respublikanın biz müstəmləkələrinə müstəqillik verdiyini görürük. 1962-ci ildə məsələn Evian sazişinə görə 5-ci Respublika öz müstəmləkəsinə müstəqillik verib. Amma bir şey unutmayaq, bu 4-cü Respublikada da var. Düzdür, soyuq müharibə dərsində buna belə deyim, üzdən olsa da dəyilir. Belə ki, 1954-cü ildə keçmiş Fransa müstəmləkələri Vyetnam, Laos, Kamboca müstəqillik qazanırsa 1954-cü, deməli bu 4-cü Respublika dövründə də olub. Deməli, həm Fransada 4-cü Respublika dövründə, həm 5-ci Respublika dövründə müstəmləkələrə müstəqillik verilib. A variantı üzərindən xətt çəkilir. Ruandada qırğınların törədilməsi bu 1994-dür və nəzərə alsaq ki, bugünə qədər 5-ci Respublika davam edir. Göstərilən illərə uyğun gəlir. Ona görə düzgün cavabımız Bakı variantıdır. Avropa İqtisadi Birliyinin yaranması 1957 yuxarıda göstərilən illəri ödəmir. Ərazisində Almaniya işğal rejiminə son qoyması, onsuz da Normandiyada 2-ci cəbhənin açılması ilə hələ 2-ci Dünya müharibəsi dövründə Almaniya işğal rejiminə son qoymuşdu. Qaldı ki, monarxiyanın devrilməsi 5-ci Respublika sonuncudur və
bir məsələni deyək, 5-ci respublika 4-cü respublikanın yerinə yaranmışdı. Yəni bundan qabaq monarxiya olmamışdı ki, monarxiya devrilsin və 5-ci respublika yaransın. Deməli cavabımız B variantıdır. 6-cı suala baxsaq, Almaniya Federativ Respublikası, təbii ki, biz bilirik ki, Almaniya 1949-da 2 yerə bölündü. Ümumiyyətlə, Almaniya 2-ci Dünya müharibəsindən sonra 4 dövlət arasında bölünmüşdü. Bu SSR-dir, ABŞ-dır, İngiltərədir və Fransadır. Söyüş müharibənin başlanması ilə ABŞ, İngiltərə və Fransa əllərində olan Almaniya ərazisini birləşdirərək oradan bir afer yaratdılar. Afer Bush, belə deyim, valideynlərin tərbiyəsini gördü. SSR isə buna inad olaraq ADR-i yaratdı. Və təbii ki, aferi daha çox inkişaf etməyə başladı. Çünki o ABŞ, İngiltərə, Fransa, belə deyim, iqtisadiyyatını və mədəniyyətini görmüşdülər. Adicə futbol azarkeşləri yaxşı bilərlər ki, Afer 3 dəfə dünya çempionluğunu qazanmışdı, amma ADR-də belə bir uğur yox idi. Deməli, Aferin mövcud olma illəri 1949-1989-cu illərdir. Çünki 1989-da Berlin səddi söküləcək və demək olar ki, Almaniyanın birləşməsi 89-un sonu 90-cı illərin əvvəllərində tam yekunlaşacaq. Yaponiya isə bizdən soruşur 1950-1959-cu illəri. İlk konstitusiyanın qəbul edilməsi. Yaponiyada ilk konstitusiya 1889-dadır. İkinci konstitusiya 1947-dədir. Verilən şərtlər ödənmir. Qaldı ki, Aferin konstitusiyasından, yəqin ki, Afer yaranan kimi olar da 1949-da olar. A variantı yararsızdır hər iki tərəfli. Hücum etməmək haqqında SSR ilə danışıqlar aparılması. Almaniyanın SSR ilə hücum etməmək haqqında danışıq 39-dur. Yaponiyanın isə 1941-in aprelidir. 39-da Molotov-Ribbentrop, 41-də də SSR və Yaponiya ilə eyni şərtli müqavilə imzalanır. Sadəcə məsələ nədən ibarətdir? 39-cu ildə hələ Afer anlayışı yox idi. Bunu imzalayan SSR və vahid Almaniya idi. Ona görə B variantında üzərindən xətt çəkirik. İqtisadi möcüzənin baş verməsi, bəli, bu düzgün cavabdır. 1950-ci illər Marshall planı əsasında 1948-ci ildə həyata keçirilən Marshall planı əsasında yardım alan Almaniya yüksək şəkildə inkişaf elədi. Yaponiyanın isə 50-ci illərdə yüksəlməsinin səbəbi, Amerika ilə münasibətlərin yaxınlaşmasının səbəbi Koreya müharibəsidir. Koreya müharibəsi Amerikanın Yaponiya baxış bucağını tamamilə dəyişdi. Çoxlu kapital axdı və nəticədə Yaponiyada iqtisadi möcüzə baş verdi. 80-ci illərdə isə belə bir möcüzənin Türkiyədə baş verdiyini qeyd edək. Varşava müqaviləsi təşkilatına üzv olması. 1955-ci ildə Varşava yaradılıb, ehtiyatlı olaq. Bu SSR-ni sevən dövlətlər, SSR-nin təsirində olan dövlətlər bura qoşulacaq. Almaniya yuxarıdan qeyd etdiyim kimi Afer, ABŞ, İngiltərə və Fransanın belə deyim övladı rolunu oynayırdı. Yaponiyada ABŞ-la yaxınlaşdığına görə onlar onsuz da SSR-nin hərbi təşkilatı olan Varşavaya qoşulmayacaqdılar. Qaldı ki, xarici siyasətdə SSR-yə meyl etmələri yenə. Yəni Afer meyl edə bilməz. SSR-yə meyl edən SSR-nin nəzarəti altında yaradan ADR ola bilər. Yaponiyada həmçinin meyl etməz. Cavab C variantıdır. 7-ci sual. SSR-nin soyuq müharibə dövrü, soyuq müharibə dövrünün 1946-1991-ci ildə olduğunu nəzərə alaq. Kubada nüvə raketlərinin yerləşdirilməsi. Bu düzgün cavabdır. 1959-cu ildə Kubada ABŞ əleyhinə olan Fidel Castro'nun hakimiyyətə gəlməsindən sonra SSR Fidel Castro hökumətindən çox yaxşı münasibətdə idi və 50-ci illərin sonu 60-cı illərin əvvəllərində əsas da 62-ci ildə Kubada raketlər yerləşdirdi və bu dünya tarixinə Kuba böhranı olaraq düşdü. Cavabımız A variantıdır. Çünki o soyuq müharibə dövrünə düşür. Çeçenistan müharibəsi bu yanlış olacaq. Çünki Çeçenistan müharibəsinin 1994-1996-cı ildə olduqlarını nəzərə alsaq, təbii ki, bu soyuq müharibə dövrünə düşməyəcək. Molotov-Ribbentrop paktı 1939-dur. Yenə də il şərtini ödəmir. ABŞ tərəfindən müstəqilliyin tanınması bu 1933-dür. Şərt ödənmir. Almaniya ilə dostluq və sərhədlər haqqında müqavilənin imzalanması bu da 1939-dur. Madam ki, C və Y variantları hər ikisi burada verilib, bir növ Y variantı C variantının rəsmiləşdirilməsidir. Əgər C variantında Almaniya və SSR öz aralarında Avropanın bölüşdürülməsini nəzərə almışdılarsa, 39-cu ilin sentyabrında isə
dostluq vəsaitlər haqqında müqavilədən sanki bunu rəsmiləşdirdilər. Ehtiyatlı olaq. Molotov-Ribbentrop paktı müharibə ərəfəsində və ya müharibədən əvvəl, Almaniya dostluq vəsaitlər haqqında SSR-nin müqaviləsi isə müharibənin gedişindədir 39-cu ilin sentyabrında. 8. Toqquşma nöqtələrinə baxaq. Taft-Hartley qanunu əlbəttə bu ABŞ-a aiddir, düzdür. Falkland böhranı bu gedir 2-yə Fransaya, yanlışdır. Gedir 4-ə ABŞ-a. Burada başqa dövlət olsaydı daha yaxşılardı. Düzdür, Falkland böhranı İngiltərə ilə bağlıdır, amma İngiltərə ABŞ-la birləşərək, belə deyim, ABŞ-ın dəstəyi nəticəsində Argentinanı geri otuzdurmağa bacarır. Amma ümumiyyətlə Falkland böhranı İngiltərəyə sırf aid olduğunu nəzərə alsaq, bir problem yaratmaz. Brexit məsələsi isə Böyük Britaniya ilə bağlıdır. Nə ilə bağlıdır bu? Ümumiyyətlə 1957-ci ildə AİB yaradılmışdı, Avropa İqtisadi Birliyi yaradılmışdı. İngiltərə 1973-də bura girmişdi. Bir növ AİB-ə girməkdən çəkinirdi ki, orada zəif dövlətlər mənim üçün əlavə yük olacaqlar. Sonradan isə qoşuldu ki, bəlkə iqtisadiyyatımı inkişaf etdirim, daha çox bazarlar qazanım, amma istədiyinə satmadı. Və sonradan İngiltərə fikirləşdi ki, vaxtilə gec qoşulmaqda, ümumiyyətlə qoşulmasaydı daha yaxşı olardı. 2020-də İngiltərə oradan çıxdı və bu Brexit adlanır. BR Britaniyanın əvvəli, Exit isə çıxmaq anlamına gəlir. Belə desək, yəni Britaniya çıxdı. Maraq üçün diqqətinizə çatdırım ki, həmin bu Avropa İqtisadi Birliyindən ilk dəfə Yunanistan çıxmışdı. Ona görə bu Grexit planı adlanır. Greece, Yunanistan, Exit isə çıxmaqdır. Deməli, mənim əzlərim burada cavab 1-3 olacaq, Bakı variantı. 9-cu suala baxaq. 20-ci əsrin 80-ci illərinə aiddir. Deməli, söhbət burada 1980-1989-cu illərdən gedir. Almaniyanın vahid dövlətə birləşməsinin yekunu kimi 1990 qəbul eləyək. Rusiya Federasiyasının Krımı ilhaq etməsi 2016, daha doğrusu 2014. Sovet qoşunlarının Əfqanistana girməsi 79, bu Sovet müharibədə son tutaşma, çıxması isə 1989-dur. Bu artıq Sovet müharibədə dönüş nöqtəsidir, deməli cavabımız C-dir. Pakistanın müstəqil dövlətə çevrilməsi 47-ci il. Varşava Müqaviləsi Təşkilatının imzalanması isə 1955-ci ildir. Cavab C variantıdır. Davam eləyək. 10-cu sual. Paris Sülh Konfransında təmsil olunan Avropa ölkələrini müəyyənləşdirək. Ümumiyyətlə, yenə də əraziyə baxsaq, buranın, belə deyək, Rusiya olduğunu qeyd edək. 3-ün Osmanlı olduğunu, 4-ün Almaniya, 1 İngiltərə, 5 Fransa. Təbii ki, burada cavab A variantıdır. 1-5. Çünki məğlub dövlətlər Osmanlı, Almaniya və müharibədən yarımçı çıxan Rusiya çağırılmamışdır. Ona görə də cavabımız 1 və 5 olacaq. 11. Türkiyə Respublikasına aiddir. Burada diqqətli olaq. Ümumiyyətlə Osmanlının son dönəmlərində Türkiyə demək olar 1918-dən sonra, daha da əvvəldən etibarən belə desək Türkiyə demək olar. Amma Türkiyə Respublikası demək olmaz. Ümumiyyətlə Türkiyə Respublikası deyiriksə, təbii ki 1923, türklərin dilindən desək 29 Ekim, yəni 29 oktyabrdan bugünə qədər danışmaq lazımdır. Antanta dövlətləri ilə Sevr müqaviləsi 1920-ci ildir. Gördüyümüz kimi Türkiyə o zaman respublika deyildi. Yunan ordusunun məğlub edilməsi və Anadolunun tamamilə azad edilməsi, bu Mustafa Kemal Paşanın başçılıq etdiyi hərbi dəstələrin 1922-də Yunanlıları tamamilə qovmasından söhbət gedir. 1-2-ni səhv çıxartdıq və bütün variantlarda 3 cavab varsa, deməli avtomatik olaraq cavabımız 3, 4 və 5 cavabları olacaq. Cavab A variantı. Davam edək. Çin Xalq Respublikası tarixində mədəni inqilab dövrünə aiddir. Mədəni inqilab illəri Mao Tse-Tunun dövründə olubdur. Ümumiyyətlə Çin Xalq Respublikası 1949-da qurulub və bugünə qədər təbii ki mövcuddur. Mədəni inqilab isə Mao Tse-Tunun dövrüdür, 1966-76. Mən həmişə abituriyentlərə deyirəm ki, bir növ Stalini, Çin, Mao Tse-Tundan sinonim tutmaq olar. Çünki Mao Tse-Tun Stalinin hamısıdır. Ona bənzəyir. Mao Tse-Tundan sonra gələn Deng Xiaoping isə bir növ Stalindən sonra gələn Xruşova bənzətmək olar.
Vətəndaş müharibəsinin baş verməsi 1945-49-cu ildir. Təbii ki, yuxarıdan göstərilən illərə uyğun gəlmir. Ona görə biri yanlışdır. SSR ilə dostluq münasibətlərinin imzalanması bu 1950-dir. Bu da yuxarıda göstərilən illərə uyğun gəlmir. 1 ilə 5-ləri bütün variantlardan çıxsaq, cavabımız 2, 4-dür. Elə isə baxaq, qırmızı keçidlər adlanan dəstə, bəli, təbii ki, bu mədəni inqilab dövründə Mao Tse-tung öz tərəfdarlarını yaratmışdı. Tələbələrdən və şahidlərdən ibarət qırmızı keçidlər yaratmışdılar ki, kimsə inqilaba qarşı çıxdıqca qırmızı keçidlər onları cəzalandırsın. Bir də 4-dür. Təbii ki, Stalində olduğu kimi Mao Tse-tung dövründə kütləvi repressiyalar olub. Ümumiyyətlə, Mao Tse-tung ən çox insan qırmasına görə bəlkə də top üçlükdə əsas yer tutan şəxslərdən biridir. Qaldı ki, 3-ə mədəni inqilab dövrü başa çatmalıdır. Mao Tse-tung vəfat etməlidir ki, ondan sonra Deng Xiaoping gəlsin və 4 mərhələni əhatə edən, 4 belə deyim, sahəni əhatə edən yerlərdə 4 modelləşmə planı olsun. Bu da inqilab dövründən sonradır. Ona görə cavabımız 2-4-dür. Burada 1 ilə 5 inqilabdan qabaq, 3 isə inqilabdan sonra oldu. Davam edək. Richard Nixonun daxili siyasəti, Ronald Reaganın xarici siyasəti. Təbii ki, burada həm prezidentin hakimiyyət illərində, həm də daxili və xarici sözlərində ehtiyatlı olmaq lazımdır. Nəzərə alsaq ki, Richard Nixonun hakimiyyət illəri 1968-1974-cü illərdir. Əslində 76 olmalıdır normalda. Sadəcə olaraq baş verən o tarqət əhvalatı onun hakimiyyətdən tez getməsi səbəb olub. Ronald Reagan, Amerikalıların sevimli prezidenti isə 1980-1988 və yaxud başa saldığım kimi bayaq 1981-89-cu illərdə hakimiyyətdə olub. ABŞ qoşunlarının Vyetnamı tərk etməsi bu Richard Nixona aiddir, amma bir məsələ var. Əvvəla onu deyim ki, ABŞ Vyetnam müharibəsindən məğlub çıxır. Amma məğlub çıxsa da Richard Nixonun Amerikanın Vyetnam müharibəsindən çıxartması onun nüfuzunu artırır. Amma bir məsələ var, bu daxili siyasət deyil axı. Yuxarıda bizdən daxili siyasət istəyirlər. Belə düşür Richard Nixonun hakimiyyət illərinə. Yeni iqtisadi siyasət, bəli, bu daxili siyasətdir və Richard Nixondur. Ədalətli xətt siyasəti isə Franklin Rooseveltin varisi, elə həmin partiyanın üzvü. Yeri gəlmişkən Amerikada bir partiyadan prezident seçilirsə, vitse-prezident də həmin partiyadan olur. Yəni Franklin Delano Roosevelt demokrat idisə, onu davam etdirəcək vitse-prezident olan Harry Truman də həmin partiyanın nümayəndəsi olmalıdır. Ədalətli xətt Harry Trumandır. Üzərindən xətt çəkək, birdən B-ni oğurladıq, belə demək mümkündürsə. Ulduzlar müharibəsi proqramının irəli sürülməsi, bəli, bu Ronald Reaganın proqramıdır. Kosmosdan silahların məhv edilməsi planı. A variantı düzgün cavabdır və bu xarici siyasətdir. Özəl sektor üzərində dövlət nəzarətinin zəiflədilməsi. Bəli, Ronald Reagan, Franklin Roosevelt kimi Amerikanı böhrandan çıxartmışdı. Özdə dövlətin nəzarətini çəkməklə. Amma bu daxili siyasətdir, xarici siyasət deyil. İraqa hərbi müdaxiləni eləyənsə, belə deyim, Burşlar ailəsidir. Əvvəlcə, belə deyim, Böyük Burş 1988-92-ci illərdə Küveyt müharibəsində, belə deyim, Körfəz müharibəsində İraqı cəzalandırır. Çünki İraq Küveytə girmişdi və Amerika Küveytin neft qazını İraqa yedizdirməzdi. Ona görə də Körfəz müharibəsinə girdi 1990-91-ci illərdə və 2 əməliyyatla Səhrada Tülkü və Səhrada Tufan əməliyyatları ilə Saddam Hüseyn belə deyim, məğlubiyyətə uğradıldı. Və ikinci dəfə isə Bala Burş bunu etdi. 2003-cü ildə İraqa qoşun yeridərək bu dəfə Saddam Hüseyni bağışlamadı və 2006-cı ilin dekabrın 30-da səfərimizə Saddam Hüseyni öldürüldü. Yəni bu Burşların dövrüdür. Ona görə də 1B, 2A varmı elə cavab? Bəli, variantımız D variantıdır. 14-də daha əvvəl baş vermişdir. Genya konferansının 1923-də keçirilməsini nəzərə alaq. Sever 1920. Münxendə Hitlerin hakimiyyətə gəlmək üçün qiyamı 1923. Washington konfransı 1921-də çağırılıb. Weimar Konstitusiyası isə Weimar şəhərində 1919-da qəbul olunub. Daha əvvəl Y. Daha sonra olsaydı S. 15. Məntiqi ardıcılığı tamamlayaq. Sovet-Alman cəbhəsində əsaslı dönüş başa çatdı. Söhbət 1943-cü ildə baş verən Kursk döyüşündən gedir. Eyni zamanda 43-cü ilin sonlarında, noyabr ayında Avropada ikinci cəbhənin açılması qərarı alındı. Burada həm məntiqi, həm xronoloji ardıcılıq qorunmaq lazımdır.
A variantı 1941'dir. Axı biz 41-dən 43-dən 41-ə doğru niyə qayıdaq? Yanlışdır. Müttəfiqlər Normandiya sahillərinə çıxdı və Fransa azad edildi. Bəli, bu düzdür. Çünki Tehran konfransında nəzərə almışdılar ki, ikinci cəbhə Fransadan açılacaq. Və 44-cü ilin iyununda gələcək Amerika prezidentinin başçılıq etdiyi, Dwight Eisenhower'ın başçılıq etdiyi qoşun Normandiya sahillərinə çıxdı. B düzgün cavabdır. Alman qoşunu Şimali Qafqazın bir hissəsini işğal etdi. Artıq 1943-cü ilin sonu 44-ün əvvəllərində Alman qoşunları ümumiyyətlə bütün SSR-dən qovulmuşdu. Nəinki Şimali Qafqazdan. Qaldı ki, Şimali Qafqazın bir hissəsinin işğal edilməsinə belə deyim, demək olar ki, Almanlar Şimali Qafqazda da bir ciddi bir uğur əldə qazana bilməmişdilər. Bəzi xırda uğurları çıxmaq şərti ilə. Yaponiya və SSR arasında hücum etmək haqqında müqavilənin bağlanması 1941-dirsə, biz xronoloji ardıcıllığı pozub 43-dən 41-ə qayıda bilmərik. Stalingrad döyüşünün isə 1942-nin payızda 43-ün yazına qədər davam etdiyini nəzərə alsaq, amma bizə sualda 43-ün sonlarını verir və biz yenə də geri qayıda bilmərik. Cavabımız Bakı variantıdır. Davam edək. 16. Krım konfransı və Potsdam konfransı. Krım konfransı böyük üç dövlətin böyük üç kişisinin son konfransı idi. Çünki Potsdamda artıq Winston Churchill seçkiləri uduzub onu Clement Attlee, Amerikada isə Franklin Roosevelt iflis xəstəliyindən dünyasını dəyişib onun yerinə Harry Truman gələcəkdi. Krım konfransı 45 fevralında SSR arasında, Potsdam isə 45-ci ilin yayında Berlin yaxınında, yəni Almaniyada keçirilmişdi. İkinci cəbhənin açılması haqqında qərar Tehran konfransındadır. A variantı bizə lazım deyil. BMT-nin iş qaydaları müəyyənləşdirdi. Bəli, bu düzgün cavabdır. BMT-nin yaradılmasında ilk addım 1942-ci ildə 26 dövlətin Atlantika xaritasına qoşulması ilə baş vermişdi. BMT-nin iş qaydaları müəyyənləşdirilir Krım konfransında. BMT yaradılır 45-in iyununda San Francisco konfransında, müharibənin gedişində. Almaniyadan alınacaq təzminatın həcmi müəyyən edildi. Bu olacaq Potsdam konfransında. Sadəcə Krım konfransında nəzərdə tuturlar ki, alacaq. Amma nə qədər alacaqlar ona Potsdam konfransında razılığa gələcəklər. Birdən biz yalnız B-ni oğurladıq. Potsdam konfransı dünyanın müharibədən sonraki taleyi. Bəli, artıq Almaniya məğlub edilib 45-in may ayında və fikirləşirlər ki, bəs müharibə bitdikdən sonra, yəni biz Yaponiyaya qalib gəldikdən sonra nə baş verəcək? Buna həsr olunmuşdur. A variantı düzgün cavabdır. Azad edilmiş Avropa haqqında bəyannamə bu Krım konfransında qəbul olunub. Almaniya dövlət sərhədləri tam müəyyən edildi. Bəli, bu Potsdam konfransıdır. Krım konfransına nəzərə almışdılar ki, Almaniya 4 yerə bölünəcək. Hətta Fransaya da ərazi verilməlidir. Potsdamda isə bunu otuzdular sistemə. 1B, 2AC. Yəni cavabımız Y variantıdır. Davam edək. 17. Xəritədə rəqəmlərlə göstərilmiş ölkələrin heç birinə aid olmayan xüsusiyyət baxaq. 1. İngiltərə, 2. Almaniya, 3. Fransa, 4. İspaniya, cəmi 4 dənə ərazi verir. Baxın, 20-ci əsrin 40-cı illərində öz müstəmləkəyinə müstəqillik verən, məsələn, bu İngiltərədir. 1947-də Hindistana. Deməli, birə aid xüsusiyyət var. ABŞ-ın Marshall planına əsasən iqtisadi yardım alan. Deməli, bu çox güman ki, Almaniya olacaq. Hansı Almaniya Amerikanın yaratdığı İngiltərə və Fransa ilə bərabər afer olacaq. Almaniyanın üzərindən xətt çəkək. Evian sazişi Fransaya aiddir. Üçün də üstündən xətt çəkək. 1939-cu ildə Almaniya və İtaliyanın köməkliyi ilə İspaniyada faşist diktator yaradıb 4-də üstündən xətt çəkək. Montreux konfransında əsasən Türkiyə boğazada üstün olmuşdur. Bu da Türkiyə haqqında xüsusiyyət yoxdur. Deməli, variantımız Y olacaq. Növbəti sualımız. 20-ci əsrin 40-cı illəri Türkiyə, yəni 1940-1949 və 20-ci əsrin 50-ci illəri Çin Xalq Respublikası, yəni 1950-1959. Oxşar cəhət. NATO hərbi blokuna qoşulması. Birincisi Türkiyə NATOya 1952-də qoşulub Koreya müharibəsi nəticəsində. İkincisi Çin NATOya üzv deyil. Ad getdi.
Aqrar islahat keçirilməsi, bəli, bu düzgün cavabdır. Çünki Türkiyədə uğursuz da olsa aqrar islahat haqqında qərar 45-də qüvvəyə minmişdir. Daha doğrusu 45-də verilib, 47-də qüvvəyə minmişdir. Uğursuz olmuşdur. Yalnız dövlətin bir sıra sahələri paylandı. Varlıların torpaqlarına toxunulmadı. Çində isə həm 50-ci illərin əvvəllərində, həm də 50-ci illərin sonlarında böyük strateji proqramına görə aqrar islahat var. Cavab B variantıdır. BMT-yə üzv olması, Çinin üzv olmasının 1971 olduğunu bilirik. Deməli 50-ci illərdə Çinin üstündən xətt çəkirik. Koreya müharibəsində ABŞ-ı dəstəkləməsi. Koreya müharibəsi 1950-53-dür. Birincisi, Türkiyə 40-cı ildə bunu edə bilməz. İkinci bir tərəfdən Çin Xalq Respublikası birbaşa SSR-nin köməklə yaradılmış respublikadır. O ABŞ-ı dəstəkləməz. O dəstəkləsə SSR-ni Stalin dəstəkləyər. Ona görə D variantı yanlışdır. Konstitusiyanın qəbul edilməsi Türkiyədə 2 dəfə anayasa var. Bu 1924-cü ildədir. Sonra 1960-cı il çevrilişindən sonra yeni anayasa qəbul olunur. Hətta 1980-ci il çevrilişindən sonra anayasa qəbul olunur. Bunu kitablarda verilmirlər, amma var. Deməli, Türkiyədə 40-cı ildə anayasa yoxdur. Ona görə də Y variantı da uğursuz bir variantdır. Cavab Bakı variantı. 19. Aha. 1924-29-cu illər dünyadakı bütün dövlətlər bir-birlərinə can deyib can eşidən dövrlərdir. Ta ki 1929-cu ildə dünya iqtisadi böhranı başlananda. Dünyada iqtisadi böhran baş verəndə bütün dövlətlər öz, belə deyim, haylarına qalırlar. Pandemiya dövründə hər bir insan, hər bir ailə özünü düşünməyə başladığı kimi, böhran illərində də hər bir dövlət özünü düşünməyə başladı və Yaponiyanın özünü düşünəsi vəziyyəti yoxdur. Çünki Yaponiya demək olar ki, bir neçə boksit və bəzi xırda yataqları çıxmaq şərti ilə xam mal yoxdur. Ona görə də Yaponiya, belə deyim də, zəncirlənməmiş bir vəhşiyə bənzəyirdi və Çinə girdi. 1932-ci ildə Manchuriyada oyuncaq Manchukuo dövlətini yaratdı. Bu da əzbər cümlədir. Bunun məntiqi nəticəsi olaraq Yaponiyanı Millətlər Cəmiyyətindən çıxarmaqla hədələdilər. Yaponiya isə özü Millətlər Cəmiyyətindən imtina edərək çıxdı 1933. Deməli cavabımız C variantıdır. A variantı səhvdir. Bu Washington konfransındadır 1922. Biz 30-larda 1922-yə niyə qayıdaq? Yaponiyanın ABŞ-a qarşı revanşizm siyasətini yeritməsinə səbəb Washington konfransı oldu. Çünki Washington konfransında Yaponiyanı çox pis vəziyyətə saldılar. Həm Yaponiyanın tutduğu ərazilərin Çinə qaytarmasını tələb etdilər, həm də Yaponiyanın dəniz silahlarını məhdudlaşdırdılar. Briand-Kellogg paktının 1928-də imzaladığı nəzərə alsaq xronologiyanı və məntiq ardıcılığı pozuruq. Almaniya müharibə elan etməsi, Almaniya ilə Yaponiyanın müharibələri 30-cu illərdə yoxdur. Ona görə burada yeganə optimal variantımız C variantı qalır. Münhen sözləşməsinin iştirakçıları lap ilk sualda mən buna aydınlıq verdim. Təbii ki, burada Almaniya, İtaliya, İngiltərə və Fransa idi. Almaniya Münhen konfransında Çexoslovakiyanın südetini götürdü. İtaliya onu alqışladı. İngiltərə və Fransa isə alqışlamaqdan başqa çıxış yolu qalmadı. İngiltərədə Neville Chamberlain hökuməti, Fransada isə Daladier hökuməti. İngiltərə Fransa niyə belə etdi? Həm Almaniyanı sakitləşdirmək istəyir, həm də İngiltərə və Fransa öz xalqlarının nəbzini yoxlamışdılar və onlar yaxşı bilirdilər ki, xalq müharibə istəmir. Cavab A variantıdır. 21. Aferdə Willy Brandt çox maraqlı bir şəxsiyyətdir Willy Brandt. Onun Yeni Şərq siyasəti var. Yeni Şərq siyasətində bu adam öz hökumətini kiçik koalisiyalı hökumət adlandırmışdı. Koalisiya nədir? Yəni bir neçə partiyanın iştirakı ilə yaradılan bir hökumət orqanı deməkdir. Bu şəxs şərq siyasətində 3 prinsipi nəzərdə tuturdu. Həmin prinsiplərdən biri ADR ilə dövlətlərarası münasibətləri yaratmaq idi. Elə Willy Brandtın da axırında bu çıxdı, çünki onun rəqibləri onu ADR və yaxud ADR-in rəhbəri olan Esteri ilə münasibətdə olduğunu günahlandırdılar. Bundan başqa Qərbi Berlin statusu haqqında 4 tərəfli saziş imzalandı. Aha, bir səhvdir. Çünki Qərbi Avropa dövlətlərinin yox, müharibədən sonra Şərqi Avropa dövlətlərinin sənədləri tanındı. Bir səhvdir. Yeni konstitusiyanın qəbulu isə səhvdir. Amerikada bir dənə konstitusiya 1949-da qəbul olunub, söhbət aferdən gedir. Deməli, burada cavabımız oldu 2 və 3 variant D. Növbəti sualımız 22. Aha, 22.
20-ci əsrin 40-cı illərində müstəqil dövlət oldu. Bu bizə heç nə demir. Hələ ki Hindistanı və Pakistanı deyir. ABŞ-ın NATO üzvü olmayan mühüm müttəfiqlərdən biridir. Pakistana doğru yaxınlaşırıq. Nüvə silahına malik yeganə müsəlman ölkə, bəli, bu qardaş Pakistandır. 1990-cı illərdə Pakistan nüvə silahına malik oldu və türk sərkərdələrinin adını daşıyır həmin nüvə silahları. 23. Nikita Xruşov. Nikita Xruşov Stalindən sonra gəlib hakimiyyətə. Adamın hakimiyyət illəri 1954-1963-cü illəri əhatə eləyir. Nikita Xruşov yumşalma tərəfdarı idi və onun dövrünü buzların əriməsi dövrü kimi hesab edirlər soyuq müharibə dövründə. Nikita Xruşov sağlam rəqabətə belə deyim, imkan vermək istəyirdi və kapitalist dövlətlərlə sülh şəraitində yaşamaq və onları keçərək onlara qalib gəlmək şərtini irəli sürdü. 1. Düzgün cavabdır. Pasportlaşma sisteminin kolxozlara şamil olunması olsaydı bu düz olardı. Amma pasportlaşma sistemi 1932-də ilk dəfə tətbiq olunub. 2 səhvdir. Xam torpaqların istifadəyə verilməsini 1954 saysaq, bunu apara bilərik Xruşova. Ümumiyyətlə 1954-59-cu illər aralığında xam torpaqlar istifadəyə verilib. Aşkarlıq və sürətləndirmə planları isə Qarbaçova aiddir. Deməli, bizim burada cavabımız 1 və 3 olacaq. Davam edək. Weimar Respublikası dövrünə aiddir. Ehtiyatlı olaq, Weimar Respublikası 1919-1933-cü illərdir. İşte birdən Weimar Respublikasının qızıl dövrü düşsə, o 1924-29-cu illərdir. Ümumiyyətlə 24-29 Almaniyanın yoxu, bütün dünyanın can deyib can eşitdiyi dövrdür və qızıl dövrüdür. Baxaq. Almaniyanın Çexoslovakiyanı ilhaq etməsi, bütün Çexoslovakiyanı ilhaq etməsi 39-dur. Nəzərdə çatdırım ki, bununla da Almanlar ilk dəfə Almanların yaşamadığı bir ərazini işğal etmiş sayılırlar. Bir səhv oldu. Fransa və Belçika qoşunları Ruhr bölgəsini işğal etdilər 1923-də. Sonradan isə çıxdılar, çünki ABŞ belə istəyirdi. Və ABŞ prezidenti Calvin Collinsin dövründə Davos planı qəbul olundu. Bu düşür. Anti-Komintern paktının imzalanması bu Yaponiya və Almaniya arasında 1936-dır. Bu yuxarıda göstərən illəri ödəmir. Almaniya və Sovet Rusiyası arasında iqtisadi saziş isə Genya konferansının gedişində Rapolla müqaviləsidir. Deməli, bizim üçün burada şərt ödəyən 2 və 4 cavabları uyğun oldu. Davam edək. 25. Yaponiyada 1947-ci ildə qəbul edilmiş konstitusiyaya görə bir yanlışdır. 1889-cu ildə Yaponiyada ilk dəfə konstitusiya qəbul olunanda bu konstitusiya sanki imperatoru Tanrı dərgahına çatmışlar. Yəni imperatorun hamıdan üstün olduğunu göstərir. Amma 1947-ci il konstitusiyası imperatoru lap yerin dibinə soxdu. Bu İngiltərənin hüquqları haqqında birinə oxşuyur. Qadınlara seçki hüququ verildi, bəli. Hakimiyyət bölünməsi prinsipi, bəli, ilk dəfə Amerikada olmuşdu. Mütləq monarxiya yox, imperator. Bu dəqiqə Yaponiya dünyanın yeganə ölkəsidir ki, imperator var. Doğuluşdan bugünə qədər monarxiyadır. Amma hal-hazırdakı imperator 1947-ci il konstitusiyasına görə elə bir ciddi bir fiqur hesab olunmur. Cavab 2, 3-dür. Davam edək. 26. Xronoloji ardıcıllıq yaradılması FAT 1964 Fələstin Azadlıq Təşkilatı. Hindistan Respublikası, ehtiyatlı olun, Hindistan 1947-dir. Amma Respublikası olsa 1950-dir. Çünki 50-də konstitusiya qəbul olundu və konstitusiya müəyyənləşdirər dövlətin idarə olunma prinsipini. Şərqi Pakistanda biz bilirik ki, 2 Pakistan vardır. Şərqi və Qərbi Pakistan. Bugünkü Pakistan Qərbi Pakistandır. Şərqi Pakistan isə sonra Banqladeş adlandı 1971-də. Almaniya arasında 2 müstəqil dövlət, bu isə 1949-dur. Deməli, mənim əzizlərim, burada cavab 4, 2, 1, 3-dür. 27-ci sual. Bloklara qoşulmayanlar hərəkatının yaranması bu 1961-dir. Hindistan, Yugoslaviya və Misir. Yuxarıda buna aid bir il verməyiblər. Hindistanda İngilis ağalına son qoyması 1947-dir. İsrail dövlətinin yaranması 1948-dir. Camp David 1978-dir. Bu şərti ödəmir. Çexer ilə SSR arasında dostluq müqaviləsinin imzalanması isə 1950-dir. Bu şərti ödəyir. 1B, 2C,
3Y. Situasiya tipli test tapşırıqlarına baxaq. Kapitalizmin nisbi sabitləşməsi dövründə Almaniyanın xarici siyasətində Tamam. Mənbədə bəhs edilən Versal sülhünün imzalanması 1919-cu ildir, aydındır. Söhbət Versal konferansından belə demək mümkündürsə gedir. 29-da nə soruşacaq bizdən? Mənbədə bəhs edilən konferansın Almaniya üçün mənbədə verilməyən nəticəsi. Demək olar ki, mənbədə elə ciddi bir şərt verilməyib. Verilib. Nə verilib? Versal sülh şərtləri bir qədər yumşaldı və Almaniya bərabər hüquqlu dövlət kimi tanındı. İngiltərə və Fransa Almaniyaya qarşı çox haqsız olduqlarını bildirdilər. Amma Almaniya Millətlər Cəmiyyətinə qəbul olunması verilməyibdir. Ümumiyyətlə 1925-ci il Lokana konfransı İsveçrədə keçirilib. Burada dövlətlərin Almaniya bərabər hüquqlu dövlət kimi baxması cəmi çox keçməmiş bir ildən sonra 1926-cı ildə Almaniyanın 1919-da yaradılmış Millətlər Cəmiyyətinə daxil olmasına səbəb oldu. Cavab budur. 30-da mənbədə bəhs edilən Versal sülhünün ləğvini sürətləndirən səbəblərdən ikisini yazın. Təbii ki, Adolf Hitler 1932-də seçkiləri udur. 33-də hakimiyyətə gəlir faşistlər. 34-də isə Paul Hindenburg'un ölümündən sonra tam diktaturalarını qururlar. Və Adolf Hitler gəldikdən sonra Versal müqaviləsinin bütün şərtlərini sanki zibil vedrəsinə atır. Reynə qoşun yeridir. Bundan başqa Almaniyanın baş qərargahını bərpa eləyir. Qadağan olunmuş ordu sistemini bərpa eləyir. Və bütün bunların hamısı Versal sülhünün ləğvini belə deyək, sürətləndirir. Bax belə, əzizlərim, sağ olun, var olun. Allah'a emanet olun. Nəsə bir xırda bir səhv ola bilər, variantlarda nəsə bir problem olsa, mənlə əlaqə saxlayarsınız. Hələlik.